Məndən kamin qapısı soruşursunuz. Bəli, mağazamızda kamin qapısı satışdadır. Normalda bu qapıların hər zaman üzəri streçli olur. İndi streçini yeniləyirəm deyə açmışdım. Bu qapıların ölçüsü, bu qapının ölçüsü, yəni bizim mağazamızda bir ölçüdə kamin qapısı var. Yəni bəzən müştərilər məndən fərqli ölçülər soruşurlar. Mağazamızda yalnız bir ölçüdə kamin qapısı var. Kamin qapımızın eni 63 yarımdır. Çöldən çölə, yəni çərçivəsi. Bu hissədən bu hissəyə 63 yarımdır. Buradan bura isə 53.5-dir. 53 yarım ölçüsündədir. İçərisi də yəni bu formada belə kilitli açılır. Gördüyünüz kimi çox yekə bir ölçü qalır ki, bunun içində böyük bir kötüyü belə ata bilərsiniz. Yəni bundan daha böyük artıq biraz çobud görsənir. Evlərdə normalda daşdan tikilən kaminlərdə bu qoyulanda yəni çox gözəl görünüş verir. Yəni evin, otağın ölçüsünə də tam uyğundur, tam standartlara uyğundur. Bu qapının üzərindəki şüşə isə yüksək odu davamlı, yəni adi şüşə deyil. Bu şüşələr sırf odunun temperaturuna dözən Almaniya istehsalı Scott Robox firması var. Bilənlər bilir, bilməyənlər də yəni girib araşdıra bilərlər. Çox keyfiyyətli, sırf alovun temperaturuna dözən şüşələrdir ki, mağazamızda bu belə deyək də bu qapıların üzərindəki şüşə məhz həmin şüşədir. Qapının aşağı hissəsində də belə bir havalandırma yeri var ki, sağa və sola gedəcək şəkildədir ki, içəri hava işləsin və yanma getsin. Qapının arxa hissəsində də yenə istiyə davamlı şnurlarla, yəni bu xüsusi ipdir, istiyə davamlı ip ki, içəridə olan o yanan alovun tüstüsü falan çölə verməsin. Daha əvvəl yəni bunu bizim mağazamızdan müştərilər alıb istifadə ediblər. Bununla bağlı YouTube kanalımızda, Instagram səhifəmizdə həddindən artıq çox sayda video var. Girib baxa bilərsiniz.